Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala Rasulina Muhammed və ala alihi və sahbihi ecmain əmmə ba'd. Deməli, bu kitab Şeyx Abbas Qumminin Məfatihul Cinan kitabıdır. Beyrutda çap olub. Abbas Qumminin Məfatihul Cinan kitabı. Bu həmin kitabın originalıdır. Kitab təxmini 830 səhifədir. Və bu kitab şiələrin, belə deyək də, dua kitabıdır. İmamların qəbirlərini ziyarət etmələrin qayda qanunlarından bəhs eləyir. Və belə demək olar ki, yəni burada Abbas Qummi öz şiələrinə necə imamların qəbirləri yanında Allah Subhanahu Teala'ya şərq qoşmağı öyrədir. Şirkin qayda qanunlarını öyrədir. Və xülasə, bu həmin kitabın deməli 63-cü səhifəsində cümə gününün əməlləri bölünmüşlər. Bir var cümə gecəsinin əməlləri, bir də var cümə gününün əməlləri. Deməli, cümə gününün əməlləri 1, 2, 3, 4, 5, 6, 7. Deməli, cümə günü hansı dualar, hansı surələr oxunur? Və burada deyir ki, 10 dəfə Ayətül Kürsünü oxuyursan, günəş çıxmamışdan qabaq, sonra deyir, dua edirsən, çünki dua qəbul olunur və bu İmam Zeynul Abidindən, Rahiməhullahdan nəql edilib. Və xülasə, və sonra görün nə deyir? Deyir ki, وَعْلَمْ أَنَّ لِقْرَاءَةَ آيَاتِ الْكُرْسِ عَلَى التَّنْزِيلِ فِي يَوْمِ الْجُمْعَةِ فَضْلًا كَثِيرًا. Deyir ki, bil ki, həqiqətən cümə günü Ayətül Kürsünü nazil olduğu kimi oxumağın böyük fəziləti var. Fikir verin. Alət tənzil. Yəni, nazil olduğu kimi. Yəni, Ayətül Kürsü necə nazil olubsa, məhz o cür oxumağın böyük fəziləti var. Biri sual verə bilər ki, burada Abbas Qummi nəsə izah edir? Cavab budur ki, bəli, izah edir. Fikir verin, alət tənzil üzərində bir rəqəmi var. 1. Yəni, indi düşürük aşağı, sətir altında həmin o, yəni, əsil, nazil olduğu kimi qorunmuş Ayətül Kürsünü gətirir. Və deyir ki,